Lənkəran və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzlərinə infotur təşkil olunub. İnfoturda Elm və Təhsil Nazirinin müavini Kənan Kərimzadə, Nazirliyin aidiyyatı struktur bölmələrinin əməkdaşları, jurnalist və blogerlər iştirak ediblər. İlk olaraq Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində olan qonaqlara maddi-texniki baza və tədris mühiti barədə ətraflı məlumat verilib. Bildirilib ki, cari tədris ilində mərkəzdə 42 ixtisas üzrə 55 qrupda 962 tələbə təhsil alır. Müəssisədə turizm, kənd təsərrüfatı, sənaye, xidmət, IT texnologiyaları və alternativ enerji istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir. Elektrik və hibrid avtomobillərinin texniki qulluğu, kiber təhlükəsizlik kimi bir çox müasir ixtisasların tədrisi diqqət çəkib. Nazir müavini Kənan Kərimzadə infotur boyu iştirakçıları maraqlandıran sualları cavablandırıb. Avtomobil təmiri ilə bağlı burada nümunəvi şərait yaradılıbdır. Yuxarı hissədə gördüyünüz yer məhz bu ixtisas üzrə tədris zonalarıdır. Yəni tədris otaqlarıdır. Oradan da tələbələr burada baş verən real praktik işləri izləyə bilirlər. Daha sonra bitkiçilik, bərbər, geyim üzrə dizayner, aşpaz, qənnatçı və digər ixtisaslar üzrə tələbələrin praktiki məşğələləri nümayiş etdirilib. Xüsusilə regionlarda peşə təhsilinin əhəmiyyəti barədə Elm və Təhsil Nazirinin müavini Kənan Kərimzadə bildirdi ki, növbəti 4 ildə 21 yeni peşə təhsili mərkəzi tikiləcək. 2 peşə təhsil müəssisəsi isə əsaslı formada təmir olunacaq. Regionların sosial-iqtisadi inkişaf nöqteyi nəzərindən peşə təhsil müəssisələri çox vacib rol oynayır və növbəti illərdə yəqin ki, hər iqtisadi rayonda ən azı 1 və ya 2 belə yeni müasir təhsil müəssisəsi, peşə təhsil müəssisəsi istifadəyə veriləcəkdir. İnfotur çərçivəsində Elm və Təhsil Nazirinin müavini Kənan Kərimzadə tərəfindən regionlarda peşə təhsili imkanlar və perspektivlər mövzusunda təqdimat edilib. Qonaqlar daha sonra Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə səfər edib. İştirakçılar mərkəzdə yaradılan maddi-texniki baza, tədris emalatxanaları, laboratoriyalar, maldarlıq ferması ilə tanış olublar. Bildirilib ki, bu mərkəzdə regional inkişaf proqramından irəli gələrək bölgədə gənclərin peşə bacarıqlarına yiyələnməsinə yeni imkanlar yaradır. Müəssisədə kompüterlərin təmiri və xidməti üzrə texnik, mühasibat uçotu, web dizayn və proqram təminatı, çilingər santexnik, mebel ustası kimi bir sıra istiqamətlər üzrə mütəxəssis hazırlığı aparılır. Müəssisədə kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer, bitkiçilik, heyvandarlıq və baytarlıq üzrə mütəxəssislər də hazırlanır. YouTube kanalımıza abunə olun.